Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyət istiqamətlərini ictimaiyyətə daha yaxından təqdim edən yeni layihə. Akta hara baxır? Bu layihə vasitəsilə qida zəncirinin bütün mərhələlərində, tarladan və ya fermadan süfrəyədək həyata keçirilən nəzarət tədbirləri, aşkarlanan nöqsanlar və görülən tədbirlər barədə məlumatlar istehlakçıların diqqətinə çatdırılacaq. Məqsəd istehlakçıların məlumatlılığının artırılması, eyni zamanda qida təhlükəsizliyinin təmin olunması istiqamətində görülən işləri şəffaf şəkildə təqdim etməkdir. Layihənin ilk buraxılışı son dövrlər geniş ictimai müzakirələrə səbəb olan dəvə qutabı mövzusuna həsr olunub. Dəvə qutabı ilə bağlı müzakirələr əsasən bu adda təqdim olunan məhsulların tərkibinin həqiqətən də dəvə ətindən ibarət olub-olmaması və istehlakçıların düzgün məlumatlandırılması məsələləri ətrafında formalaşıb. Bu məsələlərin araşdırılması və istehlakçıların aldadılması hallarının qarşısının alınması məqsədi ilə Agentlik tərəfindən mütəmadi olaraq iaşə obyektlərində nəzarət tədbirləri həyata keçirilir və ictimaiyyətə məlumatlar ötürülür. Növbəti belə monitorinq Agentliyin Abşeron Xızı regional bölməsinin əməkdaşları tərəfindən Sumqayıt şəhəri Sahil küçəsi, Novxanı şosesi ərazisində fəaliyyət göstərən ictimai iaşə obyektlərində həyata keçirilib. Ümumilikdə 9 müəssisəyə baxış keçirilib. Baxış zamanı Sea Life, Sunset, Dostluq, Diana, Gəmi və Neptun restoranlarının mətbəxlərində dəvə ətinə, həmçinin menyularında dəvə qutabı ifadəsinə rast gəlinməyib. Sahil və Santomare restoranlarında dəvə ətinin mövcud olduğu müəyyən edilib. Nümunələr götürülüb, laborator müayinəyə təqdim olunub. Baxış zamanı təqdim edilən müşahidə edici sənədlərin isə normativ tələblərə uyğun olmadığı aşkarlanıb. Laborator nəticələrə əsasən isə sahil restoranında uyğunsuzluq müəyyən edilməyib və nümunələrdə yalnız dəvə əti DNT-si aşkarlanıb. Santomare restoranında isə uyğunsuzluq qeydə alınıb. Belə ki, hazır məhsulda camış əti, çiğ nümunədə isə mal, dəvə və camış əti DNT-si müəyyən olunub. Faktlarla bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb. Sonda onu qeyd etmək vacibdir ki, bu kimi hallar istehlakçıların düzgün məlumatlandırılması və məhsulun tərkibinin şəffaf şəkildə təqdim olunmasının vacibliyini bir daha göstərir. Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilən nəzarət tədbirlərinin əsas məqsədi də məhz qida təhlükəsizliyinin təmin olunması və istehlakçı hüquqlarının qorunmasıdır. Unutmayaq ki, hər bir istehlakçı aldığı məhsulun mənşəyi və tərkibi barədə doğru məlumat əldə etmək hüququna malikdir. Agentlik bu hüquqların təmin olunması istiqamətində nəzarət tədbirlərini davam etdirir.